Dostlar, hər birinizə salam. Bugün 9-cu sinif buraxılış test topusundan həqiqi ədədlər mövzusunun testlərini izah edəcəm sizə. Ümid edirəm ki, bu video sizə buraxılış imtahanına hazırlaşmaqda kömək edər. Birinci sualdan başlayaq. 3.7 ədədinə uyğun olan nöqtə ədəd oxunda hansı nöqtələr arasında yerləşir? Deməli, 3.7 ədədinin tamına baxsaq, görərik ki, tamı 3-dür. Bu o deməkdir ki, 3.7 3-dən sonra yerləşir. Yəni 3-dən böyükdür və 4-dən kiçikdir. Yəni 3 və 4 arasında yerləşir. Verdiyi ədəd oxuna baxanda 3 C hərfi ilə işarə olunub, 4 isə D hərfi ilə işarə olunub. Onda 3.7 C və D hərfləri arasında yerləşir. Birinci sualın cavabı Y variantı. İkinci sualda 4.6 ədədinə uyğun olan nöqtə ədəd oxunda hansı nöqtələr arasında yerləşir? 4.6-nın tamına baxsaq, tamı 4-dür. Yəni bu 4-dən böyük və 5-dən isə kiçik bir ədəddir. Ədəd oxuna baxanda 4 D hərfi ilə işarə olunub və 5 isə Y hərfi ilə işarə olunub. Onda deməli 4.6 ədədi D və Y hərfləri arasında yerləşir. Üçüncü sualda qarşılıqlı tərs ədədlər cütünü göstərin. Deməli, qarşılıqlı tərs ədədlər nə deməkdir? Bir ədədin tərsini tapmaq üçün onun sürət və məxrəcinin yerini dəyişmək lazımdır. Məsələn, belə bir nümunə yazsaq. 5-də 2 ədədinin tərsi 2-də 5-dir. Sadəcə sürət və məxrəcin yerini dəyişirik. Əgər qarışıq ədəd verilibsə, yəni tamı olan bir ədəd verilibsə, məsəl üçün 1,8-də 1. Bunu əvvəlcə düzgün olmayan kəsrə çevirmək lazımdır. Bunun üçün məxrəcini tamına vurub, üzərinə isə sürətinə gəlirik. 8 olduğu kimi qalır. 8-i 1-ə vurdun. 8 və üstünə isə 1 gəldin 9. 8-də 9 və bunun tərsi isə 9-da 8 etməlidir. Və onu yadda saxlayaq ki, qarşılıqlı tərs ədədlərin hasili həmişə 1-ə bərabər olur. Məsəl üçün 8-də 9-u 9-da 8-ə vursaq, 9-lar bir-bir ilə ixtisar gedir, 8-lər bir-bir ilə ixtisar gedir və alınır 1. Və indi isə suala qayıtsaq. C variantına baxsaq, 8-də 7. 8-də 7-nin tərsi 7-də 8-dir. Və 7-də 8-i düzgün olmayan kəsrə çevirsək, 8-in içində 7 bir dəfədir. 1 dəfə 7, 7 və 8-dən 7 çıxanda qalıq 1. 1,7-də 1 və düzgün cavab C variantıdır. Dördüncü sual, mənfi 7,82 ədədi ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Deməli, bildiyimiz kimi mənfi ədədlərin müqayisəsi müsbət ədədlərin müqayisəsinin tərsidir. Yəni mənfilərdə modulu böyük olan ədəd kiçik, modulu kiçik olan ədəd isə böyük olur. Mənfi 7,82 mənfi 7 və mənfi 8 arasında bir yerdə yerləşir. Məsələn, burada mənfi 7,82. Bunu nəyə əsasən müəyyən edirik? Deməli, tamı mənfi 7-dir. Deməli, bu mənfi 7-dən kiçikdir və mənfi 8-dən isə böyükdür. Sualın cavabı isə B variantı. 5-ci sualda 5-də 2-nin tərsi olan ədədi müəyyən edin. Göstərin. Deməli, dediyimiz kimi, ədədin tərsini tapmaq üçün onun sürət və məxrəcini yerini dəyişmək lazımdır. 5-də 2-nin tərsi 2-də 5-dir. Yəni, 5-i 2-yə bölməliyik. 5-i 2-yə böləndə bölməyi bilməyən uşaqlar üçün göstərirəm. 5-i 2-yə böldükdə 5-in içində 2 maksimal 2 dəfə olur. 4, qalığı 1. 1-in içində 2 yerləşmir. Cavaba vergül atırıq və 1-in yanına isə 0 atırıq. Onun içində 2, 5 dəfə. Düzgün variant A variantı. Növbəti sualımız 6-cı sual. Mənfi 4,6 üstəgəl mötərizədə mənfi 3,5 üstəgəl 4,6. Deməli, bu sualı belə həll edə bilərik. Mötərizənin qarşısındakı işarə müsbətsə, mötərizəni olduğu kimi aça bilərik. Mənfi 4,6 olduğu kimi qalır. Üstəgəl mənfi 3,5 üstəgəl 4,6. Mənfi 4,6 və müsbət 4,6 əks ədədlərdir və əks ədədlərin cəmi isə 0-a bərabərdir. Mənfi 4,6 və müsbət 4,6-nı topladıq, 0 edir. 0-ın üstünə isə mənfi 3,5 gələndə elə mənfi 3,5 alınır. Yəni, sualın cavabı B variantı. Soruşa bilərsiniz ki, əks ədədlər nədir? Əks ədədlər yalnız işarəsi ilə fərqlənən ədədlərdir. Məsələn, müsbət üçün əksi mənfi 3-dür.
Məsələn, müsbət 5-in əksi -5-dir və onu yadda saxlayaq ki, əks ədədlərin cəmi həmişə 0-a bərabərdir. Yəni, müsbət 3-ün üstünə -3 gəlsək, bunun cavabı 0 edir. Müsbət 5-in üstünə -5 gəlsək, bunun cavabı 0 edir. Bir də yenidən deyirəm, əks ədədlərin cəmi 0-a bərabərdir, amma tərs ədədlərin isə hasili 1-ə bərabərdir. Əks ədədlər dedikdə ədəd özü olduğu kimi qalır və sadəcə onun işarəsini dəyişirik. Tərs ədədlər dedikdə isə həmin ədədin sürət məxrəcinin yerini dəyişirik. Əgər qarışıq ədəddirsə, onu əvvəlcə düzgün olmayan kəsrə çevirib, ondan sonra sürət və məxrəcinin yerini dəyişirik. Növbəti sualımız 7-ci suala baxaq. Deməli, yenə mötərizəli bir ifadədir və mötərizələrin açılma qaydasına görə əgər mötərizənin qarşısındakı işarə müsbətdirsə və bizdə hal-hazırda misalda müsbətdir, onda mötərizə silinir və digər ədədlər isə, yəni mötərizə daxilindəki ədədlər isə olduğu kimi qalır, heç birisinin işarəsi dəyişmir. Yəni biz burada mötərizənin qarşısındakı işarə müsbət olduğuna görə mötərizəni silə bilərik. Mötərizəni sildikdən sonra baxırıq ki, -7,3 və müsbət 7,3 və bu ədədlər əks ədədlərdir, ona görə cəmi 0-a bərabərdir və alınır 0 üstəgəl -3,8 və cavabı isə elə -3,8-in özü edir. Düzgün variant C variantı. Növbəti sualımız 8-ci sual. Deməli, bu sual modul daxilində bir ifadədir. Bunun üçün əvvəlcə modulun xassəsini bilmək lazımdır. Deməli, əgər modulun daxilində mənfi bir ədəd yazılıbsa, məsələn, -4, o moduldan əks işarə ilə çıxır. Yəni, qarşısına bir mənfi atırıq, -4 və bu da müsbət 4 edir. Yəni, modulun daxilində mənfi ədəd olanda o müsbət 4 kimi moduldan xaricə çıxır. Və müsbət ədəd olduqda isə elə olduğu kimi çıxır. Müsbət 4 moduldan çıxanda elə 4-ə bərabərdir. Bu modulun xassəsidir. İndi isə verdiyi ifadəni həll edək. Deməli, modul daxilində 5,3-dən 7,8 çıxır. Biri müsbət ədəddir, biri isə mənfi ədəddir. Belə olanda böyük ədəddən kiçik ədədi çıxıb, böyüyün işarəsi yazılmalıdır. Yəni, 7,8-dən 5,3-ü çıxırıq və onluq ədədlərin çıxılmasında vergül mütləq bir-birinin altında olmalıdır. 8-dən 3 çıxdıq, 5, 7-dən 5 çıxdıq, 2, vergül isə yazıldığı sırayla aşağı düşür. 2,5, amma mənfi 2,5. Nəyə görə? Çünki böyük ədəd mənfidir. Onda işarə olaraq da böyük ədədin işarəsi götürülür. Mənfi 2,5. Amma bayaq dediyim kimi, modulun içində mənfi ədəd əks işarə ilə çıxır. Yəni, mənfidirsə müsbət ədəd kimi mötərizədən moduldan çıxır. Sualın cavabı 2,5. Deməli, 9-cu sualda yenə eyni qaydanı tətbiq edirik. Modulda 8,1-dən 9,7 çıxılır. Biri mənfi, biri müsbət ədəddir. Yenə böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazmalıyıq. 9,7-dən 8,1-i çıxmalıyıq. Çıxmada vergüllər bir-birinin altında olmalıdır. Onluq ədədlərdə. 7-dən 1-ni çıxdıq, 6, 9-dan 8-ini çıxdıq, 1 və vergül isə olduğu sırayla aşağı düşür. 1,6, amma mənfi 1,6 nəyə görə? Çünki böyük ədəd mənfi olduğuna görə və alınan cavabda mənfi götürülür. Modulda mənfi 1,6 və dediyimiz kimi modulda mənfi ədəd olduqda müsbət ədəd olaraq moduldan çıxır. 1,6. Sualın cavabı 1,6. D variantı. 10-cu sualda qarşılıqlı tərs ədədlər cütünü göstərin. Vaxt itirmədən birbaşa düzgün cavabı deyəcəm. Deməli, D variantı düzgün cavabdır. Nəyə görə? Çünki 1,3/1 qarışıq ədəddir. Bunu düzgün olmayan kəsrə çevirsək, məxrac olduğu kimi qalır və 3-ü 1-ə vurub, üzərinə isə sürəti gəlirik düzgün olmayan kəsrə çevirmək üçün. 3 dəfə 1-in 3, üzərinə isə 1 gəldikdə 4. 3-də 4-ün tərsi isə 4-də 3-dür və ona görə də düzgün variant D variantı. Növbəti sualımız 11-ci sualda -2,3/1 ədədi ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Yenə bunu müəyyənləşdirmək üçün tam hissəsinə baxırıq. -2,3/1, -3 və -2 arasında bir ədəddir. Düzgün variant A variantı. 12-ci sualda 4-də 3-ün tərsi olan ədədi göstərin. Dediyim kimi, ədədin tərsini tapmaq üçün onun sürət məxrəcinin yerini dəyişirik. 4-də 3-ün tərsi 3-də 4-dür. Amma baxırıq ki, cavablar onluq kəsr şəklində verilib və qarışıq ədəd formasında verilib. Qarışıq ədədə çevirsək,
4-ü 3-ə böləndə bir dəfə 3 və 4-dən 3 çıxdıqda qalıqda 1 alınır. Deməli, düzgün variant A variantıdır. İfadə verib, ifadənin qiymətini hesablayın yazılıb və bu tipli ifadələrdə əməllər sırasına diqqət etməliyik. Əməllər sırasına görə birinci mötərizə varsa, mötərizənin necə həll olunmalıdır? Ondan sonra vurma, bölmə, sonra isə toplama, çıxma. Bu qayda ilə getməliyik. Əvvəlcə mötərizənin içinə baxırıq. Mötərizənin içində 2-də 1 çıxılsın 8-də 1. Məxrəcləri müxtəlif olan kəsirlərdir. Yəni, bu tipli kəsirlərdə hesablama aparmaq üçün, yəni toplama və ya çıxmaq üçün əvvəlcə məxrəclərini eyniləşdirmək lazımdır. Və 2 və 8-in əkobu tapılır. 2 və 8-in əkobu elə 8-in özüdür. 2-nin sürət və məxrəcini 4-ə vursaq, məxrəci 8-ə çevrilər. Yəni, 8-də 4 çıxılsın 8-də 1 alınır. Və 8-də 4-dən də 8-də 1-i çıxanda məxrəc olduğu kimi qalır, sürətlər bir-birindən çıxılır. Yəni, 8-də 3. Daha sonra bölmə əməlini yerinə yetirməliyik. 8-də 3-ü bölməliyik -2-yə. Əgər hər hansı bir ədədin məxrəci yazılmayıbsa, onun məxrəci 1-dir deməkdir. Yəni, burada -2-nin məxrəci 1-dir. Bölünmə qaydasına görə kəsirləri böləndə birinci kəsir olduğu kimi qalır və ikinci kəsir tərsinə çevrilir. Yəni, 1-də 2-nin tərsi 2-də 1 və qarşısına da mənfi işarəsi var. Ondan sonra məxrəc məxrəcə vurulur, sürət isə sürətə vurulur. Yəni, 8-i 2-yə vurduq, 16 və 3-ü -1-ə vurduq, -3. Deməli, birinci hesablamadan alındı -16-da 3. Keçirik digər bölməyə. -16,4-də 1-i bölməliyik -4-ə. Qarışıq ədəd formasındadır. Qarışıq ədədləri bölmək üçün əvvəlcə onu düzgün olmayan kəsirə çevirmək lazımdır. 4 olduğu kimi qalır. 4-ü 16-ya vururuq, üzərinə isə 1 gəlirik. 4-ü 16-ya vurduqda 64, üzərinə 1 gəldikdə isə 65. Bayaq dediyim kimi, kəsirin məxrəci yoxdursa, onun məxrəcini 1 qəbul edirik. Yəni, birinci kəsir olduğu kimi qalır, ikinci kəsir isə bölmədə tərsinə çevrilir. Yəni, 1-də 4-dür, olur 4-də 1. Və mənfi, yəni 2 mənfi ədədi bir-birinə vurduqda müsbət alınır. Ona görə cavabımız müsbət olacaq. Məxrəclər bir-birinə vurulur. 4-ü 4-ə vurduqda 16 və sürətlər də bir-birinə vurulur. 65-i 1-ə vurduqda 65. Deməli, hesablamanın ikinci hissəsindən də alındı 16-da 65. Birinci hissədən isə mənfi 16-da 3 alınmışdı. 16-da 65 amma müsbətdir. Deməli, biri mənfi, biri müsbət ədəddir. Belə olduqda böyükdən kiçik çıxılır və böyüyün işarəsi yazılır. Burada böyük 16-da 65-dir. 16-da 65-dən 16-da 3-ü çıxacaq və alınacaq 16-da 62 və cavab düzgün olmayan kəsir şəklindədir. Ona görə onu düzgün şəkildə, yəni qarışıq ədədə çevirmək lazımdır. 62-nin içində 16 3 dəfədir. 16 48 və qalıqda isə 14 edir. Və bu kəsirində sürət məxrəcini 2-yə ixtisar etsək, 3,8-də 7. C variantı. Bilməyən uşaqlar üçün qıraqda göstərim. 62-ni 16-ya bölsək, 3 dəfə 16 48 edir. Və 62-dən də 48 çıxanda, 12-dən 8 çıxanda 4. Burada 5 qaldı. 5-dən 4-ünü çıxanda isə 1. Və burada alınan cavab tama yazılır. Məxrəc 16 olduğu kimi qalır. Və qalıq isə sürətə yazılır. Yəni 3,16-da 14. Bunu da sürət məxrəcini 2-yə ixtisar etdik. 3,8-də 7 alındı. C variantı. Növbəti 14-cü sualda eyni tipli bir sualdır. Yenə hesablamağa mötərizədən başlayacağıq. Mötərizənin içərisində məxrəci müxtəlif olan kəsirlər verilib. Əvvəlcə məxrəci eyniləşdirmək lazımdır. Birinin məxrəci 3, digərinin məxrəci 9-dur və bu natural ədədlər bölməsindən bilirik ki, əgər ədədlərdən biri digərinin bölənidirsə, əkob ilə böyüyə bərabərdir. 3 də 9-un böləni olduğuna görə ortaq məxrəc ilə 9-un özü olacaq. 3-ü 9-a çevirmək üçün sürət və məxrəcin hər ikisini 3-ə vurmalıyıq.
Hesablasaq 9-da 3 alınır. 9-da 3-dən 9-da 1 çıxdı. Alındı 9-da 2. Birinci mötərizənin içindən 9-da 2 aldıq. Ondan sonra bölməni yerinə yetirməliyik. 9-da 2 bölünsün -3. Dedik ki, məxrəci olmadıqda məxrəci 1 kimi qəbul edirik və bölmənin qaydasına görə birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilir. Yəni 1-də 3 idi, oldu 3-də 1 və ortadakı bölmə işarəsi də vurma işarəsinə çevrilir və burada da mənfi var. Mənfini unutmayaq. Mənfinin kəsin qarşısında yazıram. Deməli, məxrəclər bir-birinə vurulur. 9-u 3-ə vurdıq. 27, 2-ni 1-ə vurdıq. 2 və qarşısında da mənfi işarəsi var. Birinci hissədən alındı mənfi 27-də 2. Keçirik ikinci hissəyə, yəni bu hissəni hesablamağa. Mənfi ədədi mənfiyə bölməliyik. Biri qarışıq ədəd formasındadır. Ona görə onu əvvəlcə düzgün olmayana çevirməliyik. -16,3-də 2-ni bölməliyik -9-a. -16,3-də 2-ni düzgün olmayan kəsir kimi göstərəcəyik. 3 olduğu kimi qalır. 16-nı 3-ə vurduq. 48. Üzərinə 2 gəldi. 50. Bölünsün. Və dedik, məxrəci yoxdursa, məxrəcini 1 kimi qəbul edəcəyik. Və mənfi mənfiyə vuranda müsbət edir. Ona görə mənfi işarələrini yazmadım. Bölmənin qaydasına görə birinci kəsir olduğu kimi qalır. İkinci kəsir isə tərsinə çevrilir. Yəni 1-də 9 idi, oldu 9-da 1 və ortadakı bölmə işarəsi də vurma işarəsinə çevrilir. Ondan sonra məxrəclər bir-birinə vurulur. 3-ü 9-a vurduq. 27, 50-ni 1-ə vurduq. 50. Deməli, bundan sonra baxırıq. Birinci hissədən nə almışdıq? Mənfi 27-də 2. İkinci hissədən isə aldıq müsbət 27-də 50. Yəni, biri mənfi, biri müsbət ədəddir. Belə olduqda böyükdən kiçiyi çıxır. Böyüyün işarəsini yazırıq. 27-də 50 çıxılsın 27-də 2. 50-dən 2 çıxanda 48. Məxrəcdə isə 27 qalır. Cavab isə müsbətdir. Nəyə görə? Çünki böyük ədədimiz müsbətdir. Və ondan sonra 48-də 27-də 48 kəsirini düzgün kəsirə, yəni qarışıq ədəd formasına çevirmək lazımdır. Bilməyənlər üçün qıraqda yazıram. 48-i 27-yə bölməliyik. 48-in içində 27 bir dəfədir. 48-dən 27-ni çıxırıq. 8-dən 7 çıxanda 1, 4-dən 2 çıxanda 2 və aldığımız cavab tama yazılır. Qalıq isə sürətə yazılır. Deməli, 1 tam məxrəc olduğu kimi qalır 27, sürətdə isə qalıq 21 olduğuna görə 21. Və bu formada cavab yoxdur, çünki ixtisar olunub. Hər ikisinin sürət və məxrəcini 3-ə bölürəm. 1 tam 9-da 7 və müsbət. Düzgün cavab B variantıdır. Deməli, 15-ci suala baxaq və burada modul daxilində kökaltı ifadələr verilib və bu tipli suallarda əsas məsələ modulun daxilindəki ifadənin işarəsini müəyyənləşdirməkdir. Deməli, birinci modulun daxilində kökdə 3 çıxılsın 2 yazılıb. 2 əslində kökdə 4-dür, çünki 4-dən kök altında 2 çıxır. Və kökdə 3 kökdə 4-dən kiçik ədəddir. Çünki kök altının xassəsinə görə böyük ədəddən kök alanda böyük ədəd alınır, kiçik ədəddən kök alanda da kiçik ədəd alınır. Yəni kökdə 3 kökdə 4-dən kiçikdir. Əgər kiçik ədəddən böyük ədədə çıxırıqsa, onda bu o deməkdir ki, bu modulun daxilindəki ifadə mənfi ədəddir. Mənfi ədəd olanda biz demişdik ki, mənfi ədədlər modul daxilində olanda əks işarə ilə çıxır. Yəni qarşısına bir mənfi atmalıyıq. Mənfi kökdə 3 çıxılsın 2. Sonra digər modulun daxilinə baxanda burada yəni 2-ni kökdə 4 kimi qəbul edir, amma ortada toplama işarəsidir. Ona görə buradan mənfi ədəd alınmır. Olduğu kimi çıxacaq, amma diqqət edirik ki, mötərizənin, yəni modulun qarşısında mənfi var. Və modulun qarşısında mənfi olanda və yaxud da ki, mötərizənin qarşısında mənfi olanda onun içindəki ifadələr əks işarə ilə açılır. Yəni, müsbət kökdə 3-dürsə, mənfi kökdə 3 olur. Müsbət 2-dirsə, mənfi 2 olur. Birinci mötərizəni də açsaq, yəni mötərizənin qarşısında mənfi olduğuna görə onun içindəki ədədlər əks işarə ilə
yazılır. Müsbət kökdə 3-dürsə olacaq mənfi kökdə 3. Mənfi 2-dirsə olur müsbət 2. Çıxılsın kökdə 3. Çıxılsın 2. Və müsbət 2 və mənfi 2 bunlar əks ədədlərdir. Cəmi 0 edir. Qaldı mənfi kökdə 3. Çıxılsın kökdə 3. Və ikisi də mənfi olduğuna görə toplayıb qarşısına mənfi yazırıq. Və əslində əmsal olaraq bu kökdə 3-lərin qarşısında 1 var. Yəni mənfi 1 və mənfi 1. Mənfi 1 və mənfi 1 toplayanda mənfi 2 və kökdə 3 isə olduğu kimi yanına yazılır. Sualın cavabı mənfi 2 kökdə 3. C variantı. Növbəti sualımız 16-cı sual. Ədəd cütlərindən neçəsi qarşılıqlı tərs ədədlərdən ibarətdir? Deməli, birinci verilib mənfi 15-də 8. Mənfi 15-də 8-in tərsini tapmaq üçün sürət məxrəcin yerini dəyişirik, amma işarə olduğu kimi qalmalıdır. Yəni, mənfi ədədin tərsi də mənfi ədəddir. Sürət məxrəcin yerini dəyişir, alınır 8-də 15. Bunu da qarşı ədədə çevirsək, mənfi 1,8-də 7. Yəni, birinci doğrudur, biri seçdik. İkinci səhvdir. Nəyə görə? Çünki müsbət ədədin tərsi mənfi ədəd ola bilməz. İkinci ona görə səhvdir. Üçüncüdə 4-də 5-in tərsi. 4-də 5-in tərsi olur 5-də 4 və burada PDF-də düşməyib. Amma oradakı 0,8-dir. Həqiqətən də 4-ü 5-ə böləndə, baxaq, 4-ü 5-ə böləndə. 4-ün içində 5 yoxdur, 0 yazırıq və yanına bir 0 atırıq. 40-ın içində 5, 8 dəfə. Bəli, 0,8 alınır. Deməli, 3-də ödəyir. 1, 3. Ondan sonra 4-cüyə baxaq. Mənfi 4-ün tərsi. Mənfi 4-ün tərsi mənfi 4-də 1-dir. Və 1-i 4-ə böləndə 1-in içində 4 yoxdur. Ona görə cavaba 0 atırıq və 1-in yanına da bir dənə 0 atırıq. Onun içində 4 2 dəfə. 8. Qalıq 2. İçini də yanına 0 atırıq. 20. 20-nin içində isə 4. 5 dəfə. Deməli, alınır mənfi 0-dan %25. Deməli, 4-cü də doğrudur. 1-ci, 3-cü və 4-cü doğrudur. 5-ci isə doğru deyil. Nəyə görə? 10-da 5-in tərsi. 10-da 5 müsbətsə, onun tərsi də müsbət olmalıydı. 5-də 10 olmalıydı. 5-də 10-da 2 deməkdir. Yəni, müsbət 2 olmalıydı. Ona görə 5-ci doğru deyil. 1, 3 və 4-cü nömrələr doğrudur. Yəni, 3 dənəsi doğrudur. C variantı. 17-ci sualda belə bir ifadə verilib. Dəyişənin bərabərliyi ödəyən qiymətləri çoxluğunu yazın. Deməli, moduldur və x modulda verilib və moduldan mənfi x olaraq çıxır. Biz nə vaxt qarşıya mənfi atırdıq? Modulun içi mənfi olanda. Deməli, buradakı x mənfidir. Bu nə deməkdir? Variantlara baxanda, əgər mənfidirsə, bu 0-dan kiçikdir. Çünki bütün mənfi ədədlər 0-dan kiçikdir. Yaxşı, 0-ı alırmı, yoxsa almırmı? Bu iki varianta diqqət edək. Mənfi sonsuzluqdan 0-a, əgər yumru mötərizə verilibsə, bu o deməkdir ki, 0-ın özü daxil deyil. Amma kvadratik mötərizə verilibsə, bu o deməkdir ki, 0-ın özü daxildir. Yaxşı, bu ifadədə 0 ödəyirmi? Baxaq. Modulda 0 bərabərdir mənfi 0. 0-ın qarşısında müsbət və ya mənfi olmağının heç bir əhəmiyyəti yoxdur. Mənfi 0 demək, ilə onsuz da 0 deməkdir. Yəni, 0 da bu verilmiş ifadəni ödəyir. Onda deməli, kvadratik mötərizə ilə olan variantı seçməliyik. Düzgün variant D variantı. 18-ci sualda eyni tipli bir sualdır. Modulda x bərabərdir x-a. Demişdik ki, modulun içərisində müsbət ədədi olanda elə olduğu kimi çıxar. Məsəl üçün, modulda 5 elə bərabərdir 5. Deməli, burada da x olduğu kimi çıxıbsa, qarşısına mənfi atmamışıqsa, bu o demək ki, x-in özü müsbət ədəddir. Və bunu variantlarda necə göstəririk? Müsbət ədədlərin hamısı 0-dan böyükdür. Və 0-dan böyük olduğuna görə necə göstərilir? 0-dan müsbət sonsuzluğa. Yaxşı, 0-ın özü daxildirmi, alırmı? Bayaq dedik ki, bəli, 0-ın qarşısında müsbət və ya mənfi olmağının heç bir əhəmiyyəti yoxdur və 0-ın özünü yazanda da bu bərabərlik ödənilir. Modulda 0 bərabərdir 0-a. Yəni, kvadratik mötərizədə olmalıdır 0 və C variantı. 19-cu sual. 3 ədədinin əksi ilə tərsinin fərqini tapın.
3-ün əksi dedikdə 3 olduğu kimi qalır, sadəcə işarəsini dəyişirik. Yəni müsbət 3-ün əksi mənfi 3-dür. Tərsi dedikdə isə onun sürət məxrəcinin yerini dəyişirik. 3-ün özü bu formada yazılır və məxrəci 1-dir deməkdir. Bunun tərsini yazanda isə sürət məxrəcinin yerini dəyişirik. Yəni 1-də 3 yox, 3-də 1 olmalıdır. Və bunların fərqini tapın deyir. Fərqi də çıxma deməkdir. Aha. Deməli, baxırıq ki, ikisi də mənfidir. Belə olduqda toplayıb qarşısına mənfi yazırıq. Və toplananda da 3-də 1-in tam hissəsi 0 qəbul olunur və mənfi 3 də tam ədəddir. Toplananda bu 3 onun tamında yazılmalıdır. Yəni mənfi 3 tam 3-də 1. Və bunu da düzgün olmayan kəsrə çevirsək, mənfi 3 olduğu kimi qalır. 3-ü 3-ə vururuq, üzərinə isə 1 gəlirik. 3 dəfə 3-ün 9, üzərinə 1 gəldikdə 10. Mənfi 3-də 10, B variantı. Növbəti sual 20-ci sualda yenə eyni qaydadır. 2 ədədinin əksi. 2-nin əksi mənfi 2-dir və 2-nin tərsi. Normalda 2-nin özü 1-də 2 deməkdir. Tərsi isə olur 2-də 1. Və yenə fərqini tapın deyir. Yəni mənfi 2-dən 2-də 1-i çıxmaq lazımdır. Hər ikisinin qarşısına mənfi olduğuna görə toplanılır və qarşısına mənfi yazılır. 2-də 1-in tam hissəsi yoxdur, 0 tam qəbul olunur və bunları toplayanda 2 kəsrin tamı ilə toplanmalıdır. Yəni 2-nin üstünə 2-də 1 gələndə 2 tam 2-də 1, amma qarşısında mütləq mənfi olmalıdır. Mənfi 2 tam 2-də 1. Və bunu düzgün olmayan kəsrə çevirsək, mənfi yerində qalır, məxrəc olduğu kimi. 2-ni 2-yə vururuq, 4, üzərinə 1 gəlirik, 5. 5-i də 2-yə bölsək, mənfi 2,5. Və yaxud da elə bu formada da qala bilər. Aha, variantda kəsr formasında verilib, D variantı. Növbəti sualımız 21-ci sualda. İfadənin qiymətini hesablamalıyıq və baxırıq ki, ifadədə qüvvəti yüksəltmə var. Ona görə əməliyyat sırasına görə əvvəlcə qüvvəti yüksəltməni yerinə yetirməliyik. Hələ ki, mənfi 1,25 olduğu kimi qalır. Mənfi 2-nin kubu nə deməkdir? Bir ədədin kubu özünü 3 dəfə öz-özünə vurmaq deməkdir. Yəni mənfi 2 vur, mənfi 2 vur, mənfi 2. 8 və 3 dənə mənfi. Tək sayda mənfi olanda cavab mənfi alınır. Yəni mənfi 8. Çıxılsın. 3-ün kvadratı demək, 3 vurulsun 3 deməkdir. O da 9 edir. Və qarşısında isə mənfi var. Ona görə mənfi işarəsi də yazılmalıdır. Aha. Deməli, bundan sonra isə vurmanı yerinə yetirməliyik. Mənfi və mənfi. 2 mənfi ədədi bir-birinə vuranda müsbət alınır. 8-i 1,25-ə vurmalıyıq. Açıq şəkildə yazıram ki, rahat başa düşə biləsiniz. 1,25-i 8-ə vurduqda 8 dəfə 5-in 40, 0 yazıq 4 yadda. 8 dəfə 2-in 16, 4 yadda 20, 0 yazıq 2 yadda. 8 dəfə 1-in 8, 2 yadda 10. Və baxırıq ki, vergüldən sonra 2 ədəd var. Onda biz də arxadan 2 addım gələrək vergül qoyuruq. Yəni 10 alınır. Və vergüldən sonraki sıfırların da mənası yoxdur. Ona görə yazılmır. Deməli, vurmanın cavabı 10 alındı. Ondan isə 9 çıxmalıyıq. Və 1. Sualın cavabı 1-dir. Y variantı. Və yenə eyni tipli bir sualdır. Yenə əvvəlcə qüvvəti yüksəltməni yerinə yetirməliyik. Mənfi 4,5 olduğu kimi qalır. Mənfi 2-nin kvadratını hesablamalıyıq. Kvadrat demək özünü özünə vurmaq deməkdir. Mənfi 2-ni mənfi 2-yə vurduqda müsbət 4 alınır və 2 dənə mənfi olduğuna görə, yəni cüt sayda mənfi olanda silinir, müsbət alınır. Mənfinin mənfiyə müsbət. Deməli, alındı müsbət 4, üstə gəl. 3-ün kvadratını hesablayaq. 3-ün kvadratı demək 3 vurulsun 3 deməkdir. O da 9 edir. Aha, belə bir ifadə aldıq. İndi əvvəlcə vurmanı yerinə yetirməliyik əməllər sırasına görə. Mənfi 4,5-i 4-ə vurmalıyıq. Kənarda yazıram. 4,5 vurulsun 4. 4 dəfə 5-in 20, 0 yazıq 2 yadda. 4 dəfə 4-ün 16, 2 yadda 18. Vergüdən sonra bir dənə ədəd var. Onda biz arxadan bir dənə gəlib vergül qoyuruq. 18,0 və dediyimiz kimi buradakı sıfırın mənası yoxdur. Elə 18 tam deməkdir. Amma cavabı mənfidir. Nəyə görə? Çünki biri ədəd mənfi idi, bir ədəd müsbət idi. Mənfini müsbətə vuranda cavab mənfi alınır. Mənfi 18, üstə gəl 9. Burada da biri mənfi, biri müsbət olanda
böyükdən kiçiyi çıxıb, böyüyün işarəsini yazırıq. Yəni 18-dən 9 çıxırıq, 9 və böyük mənfi olduğuna görə onda işarəsi də mənfi olur. Düzgün cavab B variantı. 23-cü sualda x-in qiyməti mənfi 11 verilib və modullu bir ifadə verilib. Əgər x-in qiyməti mənfi 11-dirsə, onda x-i götürüb yerinə mənfi 11 yazarıq və əvvəlcə içəridəki modulu hesablamaq lazımdır. İçəridəki modulu hesablayanda mənfi 11 üstə gəlsin 5. Biri mənfi, biri müsbət ədəddir. Böyükdən kiçiyi çıxıb, böyüyün işarəsini yazırıq. Modulda 11-dən 5 çıxanda mənfi 6. Və bilirik ki, modulun içində mənfi olanda o müsbət ədədi olaraq moduldan çıxır. Yəni mənfi 6 olur müsbət 6 və qarşısındakı mənfi işarəsi qalır. Olduğu kimi 2-dən 6 çıxanda mənfi 4 edir və o da moduldan müsbət 4 olaraq çıxır. Sualın cavabı B variantı. 24-cü sualda yenə modullu bir ifadədir və bu ifadəni həll etmək üçün ixtisarlardan istifadə etsək daha rahat olar. Əvvəlcə bu ədədləri moduldan çıxardıram. Mənfi 4/2 moduldan müsbət 4/2 olaraq çıxır. Mənfi 3/2 moduldan müsbət 3/2 olaraq çıxır. Mənfi 16 müsbət 16 olaraq çıxır və 0.7 də elə olduğu kimi çıxır. Ondan sonra ixtisarlardan istifadə edəcəm. 4/2 onsuz da 0.7-yə bölünür. 6 alınır. Bilməyən uşaqlar üçün kənarda yazıram. 4/2 bölünsün 0.7. Və belə olanda hər iki ədədi çalışaq vergüldən azad etməliyik. Vergüldən azad etmək üçün nə edirik? Baxırıq, vergüldən sonra neçə dənə ədəd var? Bir dənə. Deməli, onda bir sıfırlı ədədə, yəni 10-a vururuq. Amma bölən vuruldusa, mütləq bölünən də 10-a vurulmalıdır. 10-a vurulanda nə olur? Vergül bir addım irəli gəlir, yəni sona gəlir, çatır və yoxa çıxır. Yəni, oldu 42. 0.7-ni də 10-a vuranda oldu 7. Və 42-ni 7-yə böləndə nə edir? 6. Ona görə də və baxırıq, böyük ədəd haradadırsa 6-nı orada yazmaq lazımdır. Böyük ədəd 4/2 idi. Ona görə də 4/2-nin yerinə 6 yazacağıq. Və sonra 16 özü də 3/2-yə bölünür tam olaraq. Kənarda bölək. 16 bölünsün 3/2. Burada da yenə əvvəlcə vergüldən azad etməliyəm. 3/2-ni vergüldən azad etmək üçün 10-a vuraram. 10-a vuranda nə olacaq? Vergülü silinəcək. Bir addım irəli gəlir vergül və vergülü silinir. Yəni olur 3/2. Və böləni vurmuşamsa, yəni 32 olur. Böləni vurmuşamsa mütləq bölünəni də vurmalıyam. Yəni bu da 16 da 10-a vurulmalıdır. Onda olacaq 160. Yəni 160-ı 32-yə bölürəm. 162 də 32-yə böləndə 5 dəfə düşür. 5 dəfə 2, 0 yazdım. 1 yadda, 5 dəfə üçün 15, 1 də yadda 16. Deməli, 16 3/2-yə tam olaraq bölündü və 5 qaldı. Böyük olan ədəd məxrəcdədir. Ona görə 5 də məxrəcdə yazılmalıdır və alındı 5-də 6. Amma baxıram, cavablar onlu kəsir şəklindədir. Ədədi onlu kəsir şəklində göstərmək üçün onun sürətini məxrəcinə bölürük. Yəni 6-nı böləcəm 5-ə. 6-nın içində 5 bir dəfə, bir dəfə 5-in 5, qalıq 1 alınır. 1-in içində 5 yoxdur. Ona görə cavaba vergül atılır və yanına isə 0 atılır. Onun içində 5 2 dəfə. Deməli, cavab 1/2. Növbəti sualımız 25-ci sualda mötərizəli bir ifadə verilib. Mötərizə daxilində bölmə və çıxma əməlləri var. Mötərizə xaricində isə vurma əməli var. Əvvəlcə bölməni yerinə yetirməliyik. Mötərizə daxilində, sonra çıxmanı, nəhayət sonda isə vurma əməlini yerinə yetirəcəyik. Və bu ədədləri bir-birinə bölmək üçün qarışıq ədəd verilib. Əvvəlcə bu qarışıq ədədi düzgün olmayan kəsir şəklində göstərmək lazımdır. Məxrəc olduğu kimi qalır. Məxrəci tama vururuq, yəni 5-i 5-ə vururuq, 25. Üzərinə isə sürəti, yəni 2-ni əlavə edirik. Onda sürətli olur 27. Sonra bölmənin qaydasına görə birinci kəsir olduğu kimi qalır və ikinci kəsir isə tərsinə çevrilir. Yəni 6 məxrəcdə, 25 isə sürətli olmalıdır və ortadakı bölmə işarəsi də vurma işarəsinə çevrilir və müsbəti mənfiyə böləndə cavab mənfi alınır. Ona görə qarşıya da mənfi işarəsi atıram. Və 5 və 25-i ixtisar edirik. 25-i 5-ə ixtisar edəndə sürətlə 5 qalır. 27 və 6-nın hər ikisini 3-ə ixtisar edirik. 6-nı 3-ə ixtisar edəndə 2.
27-ni 3 ixtisar edəndə 9. Mənfi. Məxrəcə sadəcə 2 qaldı. Sürətdə isə 9 vurulsun 5, yəni 45 qaldı və bunu da düzgün kəsirə çevirək. 45-i 2-yə böləndə 22. Məxrəc olduğu kimi qalır və 22-ni 2-yə vuranda 44 edir. Qalıqsa 1 və qalıq 1-i də sürətdə yazırıq. Və deməli, əgər iki mənfi işarəsi bir-birinə toxuşursa, biz demişdik ki, onda bu mənfi işarələri birlikdə müsbətə çevrilir. Deməli, onda mənfi 22 tam 2-də 1-in üzərinə 3 tam 6-da 5 gəlməliyik. Və gördüyümüz kimi məxrəclər müxtəlifdir. Əvvəlcə məxrəcləri eyniləşdirmək lazımdır. Bunun üçün 2-ni 3-ə vurarıq ki, o da 6-ya çevrilsin. Kəsirin sürət və məxrəcinin hər ikisini 3-ə vururuq. Onda alınır 22 tam 6-da 3 üstə gəlməsin 3 tam 6-da 5. Baxırıq ki, biri mənfi, biri müsbət ədəddir. Belə olan halda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırıq. Ancaq 3-dən 5 çıxmaq mümkün deyil. Bunun üçün nə edirik? Tamını 1-dən azaldırıq. Yəni 22 tam idi, olacaq 21 tam. Məxrəc olduğu kimi qalır. Və sürət və məxrəci toplayıb sürətə yazırıq. Yəni 6-nın üstünə 3 gəlirik. 9 sürətdə yazılır. Bundan sonra çıxırıq. Böyükdən kiçiyi, yəni 21-dən 3 çıxdıq. 18. Məxrəc olduğu kimi qalır. 9-dan da 5-i çıxdıq. 4. Və demişdik ki, böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazmaq lazımdır və böyük mənfi olduğuna görə də burada mənfi alınmalıdır. Mötərizənin içərisində mənfi 18 tam 6-da 4 aldıq. Bunu da ixtisar daha kiçildə bilərik. 6 və 4-ün hər ikisini 2 ixtisar edirəm. Məxrəcdə 3, yuxarıda isə 2 qaldı. Və alınan bu ədədi, yəni mənfi 18 tam 3-də 2-ni isə mötərizə xaricində olan 0.6-ya vurmalıyıq. 16-nı açıq şəkildə kəsr kimi yazıram. Və vurmanın qaydasına görə qarışıq ədədləri vurmaq üçün əvvəlcə onları düzgün olmayan kəsr şəklində göstərmək lazımdır. Mənfi qarşıda qalır. Məxrəc olduğu kimi qalır. 18-i 3-ə vurduq. 54. Üzərinə isə 2 gəldi. 56. Və məxrəcdəki 3 ilə burada sürətdəki 6-nın hər ikisini 3-ə ixtisar edirəm. Onda sürətdə qalır 56 vurulsun 2, yəni 112. Məxrəcdə isə 10 qalır və qarşıda da mənfi işarəsi vardır. Yəni, mənfi 112-ni 10-a bölməliyik. Və bölmənin asan qaydası belədir. 112-ni yazırıq. Axırdan əvvələ doğru, yəni arxadan bir addım gəlib, vergül qoyuruq və mənfi. Nəyə görə bir addım? Çünki məxrəcdə 10 var. 10-a böləndə sağdan sola doğru bir addım gəlib, vergül qoyuruq. Məsələn, 100-ə böləndə sağdan sola doğru 2 addım gəlib, vergül qoyuruq. Bu daha tez hesablama üsuludur. Alınır düzgün cavab Y variantı. Sualımız 26-cı sualda yenə əmrlər sırası ilə bağlı bir sualdır. Əvvəlcə mötərizənin içini yerinə yetirməliyik. Mötərizənin içərisində bölməni əvvəlcə yerinə yetiririk. Ondan sonra isə çıxmanı yerinə yetirəcəyik. Bölməni yerinə yetirmək üçün qarşı ədəd verilib əvvəlcə onu düzgün olmayan kəsrə çeviririk. Məxrəc olduğu kimi qalır. Məxrəci tama vurub üzərinə sürəti gəlirik. Yəni 7-ni 2-yə vurub üzərinə 4 gəlirik. 7 dəfə 2-nin 14, üzərinə 4 gəldikdə 18. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir isə tərsinə çevrilməlidir. 3 aşağı və 14 isə yuxarı. Və biri mənfi olduğuna görə müsbəti mənfiyə vurduqda mənfi alınır. Mənfi işarəsini qabağa atıram. Və ortadakı bölmə işarəsi isə vurma işarəsinə çevrilir. Ondan sonra ixtisarlarımızı edirik. 14 və 7 ixtisar gedər. 14-ü 7-yə böldükdə 2. 18-i 3-ə böldükdə 6. Alındı. Mənfi 6 vurulsun 2. Və müsbəti mənfiyə vuranda mənfi alınır. Yəni mənfi 12. Və dedik ki, əgər iki mənfi işarəsi bir-birinə toxuşursa, onda mənfilər silinir, yerinə müsbət yazılır. Yəni, mənfi 12-nin üzərinə müsbət 5,7 gəlməliyik. Biri mənfi, biri müsbət olduğuna görə böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazırıq. Yəni, 12-dən 5,7-ni çıxmalıyıq və 12 tamdır. Ona görə tamın alt-alta yazılır və vergül isə
olduğu sırayla aşağıda yazılmalıdır. 0-dan 7 çıxmalı olmur. Yandan bir onluq götürürük. 10-dan 7. 3. Və burada 1 qaldı. 11-dən 5-i çıxanda 6. 6,3 amma mənfi 6,3. Nəyə görə? Çünki böyük ədəd mənfi idi. Ona görə aldığımız cavabın da işarəsi mənfi olmalıdır. Deməli, mənfi 6,3. Ondan sonra isə bunu mötərizə xaricindəki mənfi 3,3-də 1-ə vurmaq lazımdır. Mənfi 6,3 vurulsun. Mənfi 3,3-də 1. Aha, 6,3 kəsr formasını yazsaq, mənfi 6,3 vurulsun. Mənfi 3,3-də 1. Və qarışıq ədədləri vurmaq üçün əvvəlcə düzgün olmayan kəsrə çeviririk. Məxrac olduğu kimi qalır. 6-nı 10-a vurduq. 60, üzərinə 3 gəldi, 63. Digərini də düzgün olmayan kəsrə çeviririk. 3 olduğu kimi qalır. 3-ü 3-ə vurduqda 9, üzərinə 1 gəldikdə 10. Və mənfi ədədə vurulanda müsbət alınır. Yəni cavabımız müsbət olacaq. Onlar biri-biri ilə ixtisar gedir və qaldı 63 bölünsün 3. O da 21-dir. Sualın cavabı C variantı. 27-ci sualda əvvəlcə verilmiş ədədləri moduldan çıxardacağıq. Mənfi 4,8 moduldan müsbət 4,8 olaraq çıxır. Mənfi 3,4 müsbət 3,4 olaraq çıxır. Mənfi 17 olur müsbət 17. 0,8 elə olduğu kimi. Ondan sonra ixtisarlarımızı edirik. 4,8 0,8-ə bölünəndə 6 edir və 17 də 3,4-ə bölünəndə 5 edir. Bölməni qıraqda göstərim. Daha rahat başa düşəsiniz deyə. Belə olanda əvvəlcə bölən vergüldən azad etmək lazımdır. Bunun üçün 10-a vururuq və onda bölünən də, yəni 17 də 10-a vurulur. Alınır 170 bölünsün 34. O da 5 dəfə edir. 5 dəfə 4-ün 20 0 yazın 2 yadda. 5 dəfə üçün 15 2 yadda 17. Yəni 17-ni 3,4-ə bölünəndə 5 alır. Deməli, yuxarıda 6, aşağıda isə 5 qaldı. 6-nı 5-ə böləndə isə 1,2. Onu da bilməyənlər üçün göstərim. 6-nı 5-ə böldükdə 6-nın içində 5 bir dəfədir. Bir dəfə 5-in 5. Qalıq 1. 1-in içində 5 yoxdur. Onda cavaba vergül və 1-in yanına 0 atılır. Onun içində 5 isə 2 dəfə. Cavabımız oldu 1,2 C variantı. Növbəti sualımız 28-ci sual. Deməli, hissə həll edəcəm. Yazıb kök altında 14-ün kvadratı. Biz bilirik ki, kvadratı yüksəltmə və kök alma bir-birinin əks əməllərdir. Yəni, bunlar bir-birini silir. Yəni, kvadrat və radikal bir-birini sildi, qaldı 14. Amma bu kvadrat və radikalı siləndə bir şeydə diqqətli olmaq lazımdır. Əgər kökün altındakı ifadə mənfidirsə, yenə kvadrat və radikal bir-birini silir. Amma ifadə mənfi olduğuna görə onu modulda çıxartmaq lazımdır. Yəni, modulda mənfi 11 alınır. Ondan da müsbət 11 olaraq çıxır. Bunu başqa necə izah edə bilərəm sizə? Mənfi 11-in kvadratı demək nə deməkdir? Mənfi 11 vurulsun mənfi 11. Bu da müsbət 121 edir axı. Ona görə də 121-dən də təzədən 11 çıxır. Yəni, bunu yadda saxlayırıq ki, kökün altındakı ədəd əgər müsbətdirsə, onda radikal və kvadratı rahatlıqla silirik və qarşıya heç nə yazmaya ehtiyac yoxdur. Amma kökün altındakı ədəd mənfi olaraqdırsa, onda onu modulda çıxartmaq lazımdır. Modulda olan ədəd isə bilirik ki, məsələn, modulda mənfi 11, müsbət 11 kimi çıxır. Bunda diqqətli olaq. Və digərində, burada ifadənin qarşısında mənfi var, mənfi olduğu kimi qalır. Kök altında 11-in kvadratı burada müsbət olduğuna görə olduğu kimi silinir. Radikal və kvadrat bir-birini silir və elə 11-in üzü qalır. Burada kökdə 8-in qarşısında mənfi işarəsi var. Kök altının ümumi qarşısında mənfi olduğu kimi qalır. Amma digərini sadələşdirsə, kök altında mənfi 8-in kvadratı. Yenə dediyim kimi kvadrat və radikal bir-birini silir, amma mənfi 8-i modulda yazmalıyıq, ondan da müsbət 8 çıxır. Deməli, ifadədən belə bir şey aldıq. Burada müsbət 11 və mənfi 11 əks ədədlərdir, onların cəmi 0-a bərabərdir.
Qaldı 14 çıxılsın 8. 14-dən də 8 çıxanda 6. Sualın cavabı 6. A variantı. 29-cu sualda -5,2 və 10,4 arasında yerləşən tam ədədlərin cəmini tapın. Deməli, -5 10,2-dən böyük nə gəlir? -4, -3, -2, -1, 0 və bilirik ki, tam ədədlər deyəndə müsbət ədədlər, mənfi ədədlər və 0 daxildir. Ancaq kəsr ədədlər, onluq kəsirlər daxil deyil. 0-dan sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10'un özü də daxildir. Çünki 10, 10,4-dən kiçikdir. Aha, deməli bunları toplayanda müsbət 4-dən və mənfi 4 toplayanda 0 edir. Müsbət 3 və mənfi 3 toplayanda 0 edir. Mənfi 2 və müsbət 2, müsbət 1 və mənfi 1 bunları toplayanda 0 edir. Və yerdə qalan ədədləri toplamalıyıq. 5, üstəgəl 6, üstəgəl 7, üstəgəl 8, üstəgəl 9, üstəgəl 10. Bunu da daha tez hesablama üsulunu istifadə edirəm. 10 və 5'i toplayanda 15, 9 və 6'ını toplayanda 15, 8 və 7'ni toplayanda 15. 3 dənə 15 alındı. 3 dənə 15'i toplayanda da alınır cavab 45. C variantı. 30-cu sualda da yenə eyni qayda ilə -4,7-dən böyük. -4, -3, -2, -1, 0, 1, 2, 3, 4 və 5. 5'də dayandı çünki 6 yaza bilmərik. 6 5,3-dən kiçik deyil. Ona görə 5'də saxladıq. Və yenə ədədlərin cəmini istəyir. -4 və müsbət 4 toplayanda 0 edir. -3 və müsbət 3 toplayanda 0 edir. -2 və müsbət 2 toplayanda 0, -1 müsbət 1 0 və yerdə qaldı sadəcə 5. Və sualın cavabı 5. Y variantı. Növbəti sualımız 31-ci sualda. A müsbət B mənfi ədəddirsə ifadələrdən hansı ən böyük olar? Bu tipli suallarda qiymət qoymaqla da hesablaya bilərsiniz. Məsələn, A-nı müsbət 2, B-ni isə mənfi 2 olaraq qəbul edirəm və bir-bir ifadələrdə yeni yazıb baxaq. A variantını yuxarıda B yazıb, yəni -2, aşağıda isə A üstə gəlsin 3, yəni 2 üstə gəlsin 3. Bu da edir -5'də 2. Deməli, A mənfi ədəddir. Sonra B variantına baxaq. A üstə gəlsin 3, bölünsün B. A 2 yazmışıq yerinə, 2 üstə gəl 3, B isə -2'dir, alınır 5 bölünsün -2. C variantına baxaq. 3 bölünsün, B çıxılsın A. B nədir? -2'dir. Yəni -2 çıxılsın A. Aha, yuxarıda 3, aşağıda isə mənfi və mənfi. Hər ikisi mənfi olduğuna görə -4 alınır. D variantına baxaq. A çıxılsın B. A 2'dir. Çıxılsın B olduğuna görə, yəni çıxılsın -2, bölünsün 3. Və demişdik, əgər 2 mənfi bir-birinə toxuşursa müsbət alınır. 2'nin üstünə 2 gəlirik 4. Məxəzdə isə 3. Sonra Y variantında A vurulsun B. Yəni müsbət 2 vurulsun -2. Nə alınır? -4. Aha. Diqqət edəsək, deməli, cavablarda hamısı mənfidir. Bir dənə D variantı müsbət alınır. Deməli, onsuz da bilirik ki, müsbət ədədlər həmişə mənfi ədədlərdən böyükdür. Yəni, burada ən böyük olan D variantıdır. Çünki o müsbətdir, digərləri isə mənfidir. 32-ci sualda da yenə eyni qaydadan istifadə edərik. Deyir, A müsbət, M müsbətdir. Onda M-i müsbət 2 kimi qəbul edim. N isə mənfi ədəddir. N-i mənfi 2 kimi qəbul edirəm və bir-bir variantları hesablayacağıq. A-da yazıb ki, 2 bölünsün, M çıxılsın N. M nədir? 2 çıxılsın -2. Yuxarıda 2 alınır və dedik, əgər 2 mənfi bir-birinə toxuşursa müsbət alınır. Yəni 2 üstə gəlsin 2, 4. B variantında yazıb M çıxılsın N.
M yəni 2 çıxılsın mənfi 2 bölünsün 2. Yenə 2 üstə gəl 2 4 aşağıda 2. Deməli B variantı da müsbətdir. C variantında n çıxılsın m. N mənfi 2-dir. Çıxılsın m 2 olur və aşağıda isə 2. Deməli ikisi də mənfi olduğuna görə toplanıb qarşısına mənfi yazılır. Mənfi 4 bölünsün 2. O da edir mənfi 2. D variantında m çıxılsın n. M 2-dir. Çıxılsın n. O da mənfi 2-dir. Bölünsün m. Yəni 2. Yuxarı 4 edir. Aşağı 2. 4 2'ye böldükdə 2. Sonra Y variantında mənfi m. Yəni mənfi m'in yerinə 2'dir. Burasının n'in yerinə o da mənfi 2'dir. Mənfi 2'ni mənfi 2'ye vuranda müsbət 4. Burada isə ən kiçik cavabı istəyirdi bizdən. Gördüyümüz kimi A, B, D və Y variantları müsbət ədədlərdir. Bir dənə C variantı mənfi ədəddir. Və aydındır ki, mənfi ədədlər müsbət ədəddən kiçikdir. Ona görə sualın cavabı C variantıdır. 33-cü sualda mənfi 11-dən böyük və 2-dən kiçik neçə tam ədəd var? Bu tipli sualları bəzi uşaqlar bu qayda ilə həll edir. Mən hər iki variantı da göstərəcəm. Mənfi 10-dan 11-dən böyük nə var? Mənfi 10, mənfi 9, mənfi 8, mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 çünki tam ədəddə 0 da daxildir və 1 və 2-ni yazmırıq çünki 2 2-dən kiçikdir. Sonra da sayılar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Amma mən bunun daha sadə qısa variantını göstərəcəm sizə. Necə yazırıq? Əgər mənfi 11-in özü daxil deyilsə, onda yumru mötərizədən istifadə olunur və 2-nin özü də daxil deyilsə, yenə yumru mötərizədən istifadə olunur. Bunun düsturu var. Düsturu necədir? A və B və hər ikisi daxil deyil. Onda B-dən A-nı çıxırıb, əlavə olaraq da bir dənə 1 çıxırıq. Yəni B-nin yerində 2 dayanıb, 2-dən çıxırıq mənfi 11-i və əlavə olaraq da bir dənə 1 çıxırıq. Dedik, əgər 2 mənfi bir-birinə toxuşursa, müsbət alınır. 2-nin üstünə 11 və çıxılsın 1. 13, 13-dən də 1 çıxırıq, 12. Yəni bu yolla daha tez yazmaq mümkündür. Növbəti sual 34-cü sualda da yenə eyni qaydanı tətbiq edirik. Mənfi 8-dən böyük və 4-dən kiçik neçə tam ədəd var? Nə mənfi 8-in özü daxildir, nə də 4-ün özü daxildir. Düsturumuz belə idi. Sonuncudan birincini çıxırıq və əlavə olaraq da bir dənə 1 çıxırıq. Sonuncu 4-dür. 4-dən mənfi 8-i çıxırıq və əlavə bir dənə də 1 çıxırıq. Və 2 mənfi bir-birinə toxuşanda müsbət alınır. Çıxılsın 1. 4-ün üstünə 8 gəlir 12. 12-dən də çıxdıq 1-i 11. Sualın cavabı 11 A variantı. 35-ci sualda 2 toplanandan birinə 10, digərinə mənfi 13 əlavə edilərsə cəm necə dəyişir? Bunu belə izah edərəm. Deməli, toplamanın komponentlərini yazıram. Toplanan və cəm. Yadda saxlayaq ki, toplanan nə qədər artırsa, cəm də eyni qədər artmalıdır və ya toplanan nə qədər azalırsa, cəm də eyni qədər azalmalıdır. Yəni, birinci toplananda nə olacaqsa, cəmə də eynisi olacaq və eyni qayda ilə ikinci toplananda nə olacaqsa, cəmə də eynisi olacaq. İndi deyir, birinci toplanana 10 əlavə edirik. Yəni, birinci toplanan 10 dənə artırsa, onda cəm də 10 dənə artmalıdır. Və ikinci digərinə, yəni ikinci toplanana mənfi 13 əlavə edirik. Mənfi 13 əlavə edirəmsə, onda cəm də üzərinə mənfi 13 gəlmək lazımdır. Və biri mənfi, biri müsbət olan ədədi toplayanda nə edirik? Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Yəni 13-dən 10-u çıxmalıyıq. 3 böyüyün işarəsi mənfi olduğuna görə burada da mənfi olunacaq. Yəni cəm mənfi 3 demək nə deməkdir? 3 vahid azalar deməkdir. Yəni cəm 3 vahid azalar. A variantı. 36-cı sualda da yenə eyni qaydadır. 2 toplanandan hər birinə mənfi 5 əlavə edilərsə cəm necə dəyişir? Birinci toplanan üzərinə mənfi 5 gəlinibsə, onda cəmin də üzərinə mənfi 5 gəldirik
Və ikinci toplananda üzərindən -5 gəlinir. Onda yenə cəmin üzərinə -5 gəlinir. Və 2 dənə -5, ikisi də mənfi olduğuna görə toplananda toplanıb qarşısına mənfi yazılır. -10. Yəni cəmin üzərinə -10 gəlmiş oluruq. Baxın, əgər ədədin üzərində müsbət ədəd gəlir isə, onda ədəd artır. Amma ədədin üzərinə mənfi ədəd gəlir isə, onda ədəd azalır. Yəni cəmin üzərinə -10 gəlmək 10 vahid azalmaq deməkdir. Onda düzgün variant D variantı. 37-ci sual. X mənfi olduqda ədədlərini müqayisə edin. Əvvəlcə mən bunu müsbət ədədin müqayisəsi kimi düşünəcəm. Müsbət ədədlərin müqayisəsində belədir ki, əgər sürət eynidirsə, onda məxrəci kiçik olan böyükdür və burada məxrəci ən kiçik olan A-dır. Onda belə çıxır ki, A ən böyüdür, ondan sonra böyük olan B-dir və ən kiçik olan isə C-dir. Bu müsbət olduqda ödənilir, amma mənfi olduqda isə bu işarələr əksinə çevrilir. Yəni, çünki mənfi ədədlərin müqayisəsi müsbət ədədlərin müqayisəsinin tərsidir. Ona görə buradakı bu ifadəni mənfidir dediyinə görə işarələrini dəyişirik əks işarə ilə. Yəni düzgün cavabda A kiçikdir B, o da kiçikdir C. A variantı. Deməli, 38-ci sualda da yenə eyni qaydanı tətbiq edirəm. Baxıram ki, sürətləri eynidir. Sürətlər eyni olanda məxrəci kiçik olan ən böyüdür. Burada məxrəci ən kiçik olan A-dır. Onda A ən böyüdür. Sonra B-dir və sonra C-dir. Amma şərtdə X-in mənfi olduğunu deyir. Onda bu bərabərlik tərsinə çevrilir. Yəni ortadakı böyükdür işarəsi kiçikdir işarələrinə çevrilir. A kiçikdir B, kiçikdir C. O da B variantı. Növbəti sualımız 39-cu sual. 39-cu sualda əvvəlcə ədədləri moduldan çıxardacağım. -4,5 moduldan müsbət 4,5 çıxır. -0,9 moduldan müsbət 0,9 olaraq çıxır. Üstəgəl -3 moduldan müsbət 3 olaraq çıxır. 2 də elə olduğu kimi çıxır. Deməli, 4,5-i 0,9-a böləndə 5 alınır. Üzərinə 3-ün 2-yə vurdıq 6. 5-in üzərinə 6 gəldik 11. Sualın cavabı 11. Y variantı. Və 40-cı sualda da yenə ədədləri əvvəlcə moduldan çıxardacağım. -7,2 müsbət 7,2 olur. -0,8 müsbət 0,8 olur. Çıxılsın. 3 olduğu kimi çıxır moduldan. -2 isə müsbət 2 olaraq çıxır. 7,2-ni 0,8-ə böləndə 9 alınır. Çıxılsın. 3-ü 2-yə vurduqda 6. 9-dan da 6 çıxdıqda 3. Düzgün cavab D variantı. Və 41-ci sual çox asan bir sualdır. Əvvəlcə mötərizənin içini hesablamalıyıq. Dedik, əgər 2 mənfi bir-birinə toxuşursa müsbət alınır. Yəni 8 üstə gəlinsin 8, bölünsün 16, çıxılsın 3. 8-in üstünə 8 gəldikdə 16. 16-nı 16-ya bölürük və 3 çıxırıq. 16-nı 16-ya böldükdə 1, 1-dən 3 çıxanda -2. Düzgün cavab B variantı. Növbəti sualımız 42-ci sualda adi bir çıxma verilib. Çıxmaq üçün əvvəlcə hər ikisinin kəsr formasını göstərirəm. Çünki cavablar kəsrlə verilib. 10-da 5-i açıq yazaram. Və 10-la 5-i rahat olsun deyə ixtisar edərəm. Aşağıda 2, yuxarıda 1 qalar. 2-də 1. Və 2 və 4-ün əkubu ilə 4-ün özünə bərabərdir. Yəni məxrəcləri eyniləşdirməliyəm. Bunun üçün 2-nin sürət və məxrəcini vururam 2-yə. 2 tam 4-də 3 çıxılsın. Burada da alınır 4-də 2. Tam olduğu kimi qalır. 4-də 3-dən 4-də 2 çıxanda 4-də 1. Bundan sonra isə bunu düzgün olmayan kəsrə çevirsəm 4 olduğu kimi qalır. 4-ü 2-yə vurdum. Və üzərində isə 1 gəldim. 8. 8-in üstünə 1 gəldikdə 9. Cavabı 2 tam 4-də 1 aldı və bizdən bunun kəsir hissəsini soruşur. Kəsir hissəsi isə 4-də 1-dir. Sualın cavabı B variantı. 43-cü sualda yenə kəsrə çevirəcəm. 2 tam 2-də 1. Və 0-dan 175-i açıq şəkildə yazsaq, yəni kəsr formasını yazsaq, məxrəcə 100, yuxarı isə 75 yazmalıyıq və bunu da ixtisar eləsək hər ikisini 25-ə, aşağıda 4, yuxarıda 3 qalır.
2 tam 2'də 1 üstəgəl 4'də 3. Yenə əvvəlcə məxrəcləri eyniləşdirməliyik. 2-nin sürət və məxrəcini 2-yə vururam. 2 tam 4'də 2 üstəgəl 4'də 3. 2 tam 4'də 5 alınır. Amma bu düzgün olmayan kəsirdir. Çünki 5'in içində 4 var. 5'in içində 4 bir dəfədir. Onda tamı 1-dən artmalıdır. Yəni tamı 2 idi, oldu 3 tam 4'də və 5'in içində 4 bir dəfədir. 5'dən 4'ün çıxanda 1 qalıq qalınır və sürətdə isə 1. Və bizdən isə tam hissəsini istəyir. Tam hissəsi 3'dür. A variantı. Növbəti sualımız -4 tam 3'də 2 ədədi koordinat oxu üzərində hansı qonşu tam ədədlər arasında yerləşir? Deməli, koordinat oxu üzərində çəksək -4, -5 və 4 tam 4'də 3 isə bu ikisinin arasında yerləşir. Yəni -4 və -5. Düzgün cavab B variantıdır. Eyni sual 48-cidə də oxşar, yəni koordinat oxu ilə bağlı bir sualdır. Burada soruşur ki, hansı ədədlər cütü koordinat düz xətti üzərində 3-dən 8 vahid məsafədə yerləşir? Bunun üçün bir dəfə 3'dən 8'i çıxırıq. Alınır -5. Bir dəfə də tərsi. 3'ün üzərində 8 gəlirik. 11. Sualın cavabı -5 və 11. A variantı. Bunu nəyə görə belə edirik? Bunu koordinat oxu üzərində təsvir edək. 3'dən tutalım ki 3 buradadır. Və bizə deyir ki 8 vahid məsafədə yerləşir. Amma sağda mı yerləşir, solda mı yerləşir, bu şərtdə verilməyib. Ona görə 2 ehtimal var. Əgər sağda yerləşirsə 3'dən 8 dənə böyükdür. Yəni üzərində 8 gəlirik. Amma solda yerləşirsə 3'dən 8 dənə kiçikdir. Ona görə hesablama eləyəndə bir dəfə 3'dən 8'i topladıq, bir dəfə də 3'dən 8'i çıxdıq. Bu qayda ilə. 49-cu sualda bizə belə bir ifadə verilib. Deməli, x-in qiyməti -47,2 verilib. Yerinə yazırıq. -4 vurulsun modulda. -47,2 üstəgəl 3 vurulsun. Y-in qiyməti -30,1'dir. Yerinə yazırıq. Əvvəlcə vermiş ədədləri moduldan çıxardacağım. -4 olduğu kimi qalır. -47,2 moduldan -47,2 kimi çıxır. Üstəgəl 3 vurulsun. Burada da yenə -30,1, -30,1 olaraq moduldan çıxır. Əvvəlcə vurmaları yerinə yetirməliyəm, ondan sonra toplamanı yerinə yetirməliyəm. 4'ü 47,2'ye vuranda. Burada qarşısında mənfi olduğuna görə mənfi alınacaq. Sonra kənarda vururam. 47,2'ni vururuq 4'ə. 4 dəfə 2'nin 8. 7 dəfə 4'ün 28. 8 yazın. 2 yadda. 4 dəfə 4'ün 16. 2 də yadda. 18. Arxadan bir adım gəlib vergül qoyuruq. Yəni 188,8. Üstəgəl 30,1'i də vurmalıyıq 3'ə. 3 dəfə 1'in 3. 3'ü 0'a vuranda 0. 3'ü 3'ə vuranda 9. Burada deməli arxadan yenə bir adım gəlib vergül qoyuruq. 90,3 müsbət. Sonra baxırıq, ədədlərdən biri yenə müsbətdir, biri mənfidir. Belə olan halda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırıq. Yəni 188,8'dən 90,3'ü çıxmalıyıq. Vergüllər mütləq bir-birinin altında olmalıdır. 8'dən 3'ü çıxdıqda 5. 8'dən 0 çıxanda 8. 18'dən 9 çıxanda 9. Vergüldə olduğu sırayla aşağı yazılır. 98,5. Amma işarəsi mənfi olmalıdır. Nəyə görə? Çünki böyük ədədin işarəsi mənfi idi. Onda alınan cavabın da işarəsi mənfi olunur. Düzgün cavab Y variantı.